Salam uşaqlar, bu günləri 4-cü sinifdən 18-ci səhifədə məsələ və misallardan 1-ci tapşırıqdan başlayırıq. Kəsirləri ixtisar edin. 10-da 4 kəsirin sürət və məxrəcini 2-yə bölərik, 5-də 2. 20-də 15 kəsirin sürət və məxrəcini 5-ə bölərik, 4-də 3. 32-də 24 kəsirin sürət və məxrəcini əvvəlcə 2-yə bölərik, 16-da 12. Sonra yenə 2-yə bölsək 8-də 6. Bir də 2-yə bölsək 4-də 3. Sonra 42-də 18 kəsirinin sürət və məxrəcini 2-yə bölərik, 21-də 9. 21-də 9 kəsirinin sürət və məxrəcini 3-ə bölərik, 7-də 3. Növbəti 54-də çox sağ ol. 54-də 30 kəsirinin sürət və məxrəcini 2-yə bölərik, 18-də 10. 18-də 10 kəsir sürət və məxrəcini 2-yə bölərik, 9-da 5. Növbəti 75-də 15 kəsirin sürət və məxrəcini 5-ə bölərik, 15-də 3. Yenə sürət və məxrəcini 3-ə bölsəm, 5-də 1. 72-də 18 kəsirin sürət və məxrəcini 9-a bölərəm. 2-2 də bölə bilərsiniz. Yenə də belə də birbaşa da 9-a bölərəm. Sürət və məxrəcini 8-də 2. Onu da 2-yə bölərəm. Sürət və məxrəci 4-də 1. 36-da 24 kəsirin sürət və məxrəcini 2-yə bölərəm. 18-də 12. Yenə sürət və məxrəci 6-ya bölsəm, 3-də 2. 64-də 32 kəsirin sürət və məxrəcini 2-yə bölərəm əvvəlcə, 32-də 16. 32-də 16 kəsirin sürət və məxrəcini 2-yə bölsəm, 16-da 18. 16-da 8 kəsirin sürət və məxrəcini 8-ə bölsəm, 2-də 1. 60-da 40 kəsirinin sürət və məxrəcini 10-a bölsəm, 6-da 4. 6-da 4 kəsirin sürət və məxrəcini 2-yə bölərəm, 3-də 2. 81-də 51 kəsirin sürət və məxrəcini 3-ə bölərəm, 27-də 17. 44-də 26 kəsirinin sürət və məxrəcini 2-yə bölərəm, 22-də 13. İkinci tapşırıq. Boş xanalara uyğun bir neçə ədəd müəyyən edin. Əvvəlcə baxaq. 2-də 1, 10-da 2-də 1 kəsirinə bərabər kəsir, məxrəci 10 olan kəsir yazaq. 2-də 1, sürət və məxrəcini 5-ə vursam, 10-da 5. 2-də 1, 10-da 5-ə bərabərdir. İndi mən 10-da 5-dən kiçik ədədləri götürməliyim. 10-da 4, 10-da 3, 10-da 2 və s. götürə bilərəm. Sonra ikinci 3-də 2. 3-də 2 digəri 9-da neçədir? Deməli 3-də 2 kəsir sürət və məxrəcini 3-ə vuraram. 9-da 6. 3-də 2 kəsir 9-da 6-ya bərabərdir. 9-da 6-dan böyük. 9-da 7, 9-da 8, 9-da 8 və s. Sonra 9-a 9 da yaza bilərəm. 9-a 9 1-dir. Sonra 4-də 2 kəsir, 8-də 4-dən neçə bilmirik, amma 8-də 3 kəsirlə müqayisə edirik. Məxrəci 8 olduğuna görə 4-də 2-yə sürət və məxrəcini 2-yə vururam. 8-də götürək 4. Yəni 4-də 2 kəsirini 2-yə vursam, 4-də 2 təsəvvür eləyək, onu 4-də 2-ni 2-yə vurdum, 8-də 4. Deməli 4-də 2 kəsiri 8-də 3-dən böyükdür. Deməli 1 olacaq. 4-də 2, 4-də 3 və s. Bu kəsirləri nümunə göstərə bilərik. Sonra 12-də 6 kəsirinə bərabər olan kəs, sürət və məxrəcini 2-yə bölərəm. 6-da 3. Sonra 6-da yenə sürət və məxrəci 3-ə bölərəm. 2-də 1. Deməli 12-də 6 kəsirinə bərabər olan bir neçə kəsirdə vurmaqla da yaza bilərəm. 2-də 1-i 2-yə vuraram, sürət və məxrəcini 4-də 2. Bu kəsirin hamısı bir-birinə bərabərdir. Sonra 6-da 2 kəsiri. 6-da 2 kəsiri məxrəci 18 olan kəsirə gətirməliyəm. Sürət və məxrəcini 3-ə vururam. 18-də 6. 18-də 6. 18-də 6 kəsirindən böyük olan 18-də 6 kəsiri 6-da 2 kəsir 18-də 6 kəsirinə bərabərdir. Ondan kiçik olan
18-də 5, 18-də 4, 18-də 3 və s. götürə bilərəm. 5-də 3 kəsinə bərabər olan sürət və məxrəci 2-yə vuraram, 10-da 6. 5-də 3 kəsin sürət və məxrəcini 3-ə vuraram, 15-də 9. 5-də 3 kəsin sürət və məxrəcini 4-ə vuraram, 20-də 12. Bu kəsirlər bərabərdir. 24-də 6 kəsirini sürət və məxrəcini 3-ə bölərəm. Çünki 8-ə gətirmək lazımdır. 8-də 2. Deməli, 8-də 2-yə bərabərdir. 24-də 6 kəsiri. Mən də 8-də 2 kəsirindən kiçik. 8-də 2 kəsirindən böyük kəsirlər daha doğrusu götürməliyik. 8-də 3, 8-də 4, 8-də 5 və s. götürə bilərəm. Üçüncü tapşırıq. Məxrəcləri yaxud sürətləri bərabərləşdirməklə kəsirləri müqayisə edin. Bərabərləşdirək. Birinci 2-də 1 ilə 4-də 3. 2-də 1 ilə 4-də 3-ün 2-də 1-in sürət və məxrəcini 2-yə vuraram. 4-də 2, o birisi də 4-də 3. 4-də 3 böyükdür 4-də 2-dən. Sonra ikinci 6-da 5, 3-də 2. 6-da 5-in sürət və 3-də 2-nin sürət və məxrəcini 2-yə vuraram. 6-da 4. 6-da 5 ilə 6-da 4. 6-da 5 böyükdür 6-da 4-dən. Növbəti 7-də 3 ilə 28-də 11. 7-də 3-ün sürət və məxrəcini 4-ə vuraram. 28-də 12. 28-də 12 böyükdür 28-də 11-dən. 32-də 6. 16-da 5 kəsirini sürət və məxrəcini 2-yə vuraram. 32-yə gətirmək üçün. 32-də 10. 32-də 10 kəsiri böyükdür 32-də 6-dan. 3-də 2 kəsiri, bir də 4-də 1 kəsiri. Bunların sürətlərini bərabərləşdirmək daha asandır. Sürətləri 4-də 1 kəsirin sürət və məxrəcini 2-yə vururam. 8-də 2. 3-də 2 ilə 8-də 2 müqayisə eləsək, 3-də 2 böyükdür 8-də 2-dən. 6-da 1, 12-də 2 kəsirini müqayisə eləsək, 6-da 1 kəsirin sürət və məxrəcini 2-yə vuraram. 12-də 2. 12-də 2 kəsiri, 12-də 2 kəsirinə bərabərdir. Sonra 5-də 2 ilə 21-də 8. Bunların sürətlərini bərabərləşdirmək daha asandır. Sürəti 5-də 2 kəsirin sürət və məxrəcini 4-ə vururam. Elədi 20-də 8. 20-də 8 ilə 21-də 8 müqayisə eləsək, 20-də 8 böyükdür 21-də 8-dən. 15-də 6, 7-də 2. Bunların da sürətlərini bərabərləşdirək, 6-ya gətirək. 7-də 2 kəsirin sürət və məxrəcini 3-ə vuraq. 21-də 6. 21-də 6 ilə 15-də 6-yı müqayisə eləsək, 15-də 6 böyükdür 21-də 6-dan. 11-də 4, 23-də 2 kəsirin yenə sürətləri bərabərləşdirib müqayisə eləyək. 23-də 2 kəsirin sürət və məxrəcini 2-yə vuraraq 46-da 4. 46-da 4 ilə 11-də 4, 11-də 4 böyükdür 46-da 4-dən. 8-də 5 ilə 11-də 10 kəsirin müqayisə eləyəndə yenə sürətləri bərabərləşdirmək daha asandır. Sürətlərini 8-də 5-in sürət və məxrəcini 2-yə vurup 16-da 10. 16-da 10 ilə 11-də 10 müqayisə eləsək, 11-də 10 böyükdür 16-da 10-dan. Dördüncü tapşırığa baxırıq. Hesablayın və cavabları ixtisar olunmayan kəsr şəklində yazın. 9-da 4 üstünə gələk 9-da 2. Elədir 9-da 6. Kəsrin sürət və məxrəcini 3-ə bölərəm 3-də 2. Sonra 8-də 5 çıxaq 8-də 1. 8-də 4. Sürət və məxrəci 4-ə bölərəm 2-də 1. Sonra 12-də 8 çıxaq 12-də 2. 12-də 6. Sürət və məxrəci 6-ya bölərəm 2-də 1. 16-da 1 üstünə gələk 16-da 2. Üstünə gələk 16-da 1. O da elədi 16-da 4. 16-da 4-ün sürət və məxrəcini 4-ə bölərəm 4-də 1. 9-da 5 çıxaq 9-da 4. Üstünə gələk 9-da 2. O da 9-da 5-dən 9-da 4 çıxan 9-da 1. Üstünə 9-da 2 gəlsəm 9-da 3. 9-da 3-ün sürət və məxrəcini 3-ə bölsəm 3-də 1. Sonra 10-da 7 üstünə gələk 10-da 3 çıxaq 10-da 2. 10-da 10 eləyir. 10-da 10-dan 10-da 2 çıxanda 10-da 8. 10-da 8-in sürət və məxrəcini 2-yə bölsəm 5-də 4. Sonra 1 çıxaq 15-də 6. 1-i 15-də 15 yazaram. 15-də 15-dən 15-də 6 çıxanda 15-də 9. 15-də 9-un üstə də 15-də 1 gələndə 15-də 10. 15-də 10-un sürət və məxrəcini 5-ə bölərəm. 3-də 2. 5-ci tapşırığa baxaq. Hesablayın və
müqayisə edin. 7-də 1 üstünə gələk 7-də 1. Elədi 7-də 2. 7-də 2 ilə 7-də 4-ü müqayisə eləsək 7-də 4 böyükdür 7-də 2-dən. 9-da 8 çıxaq 9-da 5. 9-da 3. 9-da 3 ilə 9-da 2-dən böyükdür. 10-da 3 üstünə gələk 10-da 1. 10-da 4. 10-da 4 ilə 7-də 4-ü müqayisə eləsək sürətləri bərabər olduğuna görə 7-də 4 böyükdür 10-da 4-dən. 1 çıxaq 5-də 1 elədi 5-də 4, 5-də 4, 5-də 4-ə bərabərdir. 8-də 3 üstünə gələk 8-də 1 elədi 8-də 4, 8-də 4. Sürət və məxrəcin digər tərəf məxrəci 4 olduğuna görə sürət və məxrəcini 2-yə bölürəm. Elədi 4-də 2. 4-də 2 ilə digər tərəfdə 4-də 2-nin üstə 4-də 1 gəlir 4-də 3. 4-də 2 ilə 4-də 3-ü müqayisə eləsə 4-də 3 böyükdür 4-də 2-dən. 1 çıxaq 6-da 1 elədi 6-da 5. 6-da çünki 1-i 6-da 6 yazıram. 6-da 5. 6-da 5 ilə 7-də 5-i müqayisə eləsək 6-da 5 böyükdür 7-də 5-dən. 6-cı tapşırıq. Boş xanalara uyğun ədədləri yazın. Hər birinə 4 nümunə göstərin. Birinciyə 1/3-də 2-dən böyük ədəd. 1/3-də 2-dən ədəd böyük ədəd 2. 2/3-də 1. 2/3-də 2. 3. Bu kimi ədədləri göstərə bilərik. Sonra dörd nümunə deyirdi də. 4 nümunə göstərdik. Sonra 3/3-də 2-dən kiçik. 3/3-də 2-dən kiçik. 3/3-də 1. 3. Sonra 2/3-də 2. 2/3-də 1-i göstərə bilərik. Sonra 1-dən kiçik olan 1/5-də neçə? Aha. Daha doğrusu 1-dən böyük. 1/5-də neçə? 1-dən böyük 1/5-də 1, 1/5-də 2, 1/5-də 3, 1/5-də 4 bunları göstərə bilərik. 2-də 2/7-də 1-dən böyük 2 neçədə 1. Baxırıq tam hissələrdə bərabərdir. Kəsr hissənin sürəti bərabərdir. Deməli kəsr hissənin məxrəci kiçik olan kəsr böyük olmalıdır. Ona görə məxrəci kiçik götürməliyik. 2/6-da 1, 2/5-də 1, 2/4-də 1, 2/3-də 1 qoya bilərik. 1/9-da 4 və 2 arasında ədədlər götürə bilərik. 1/9-da 4 ilə 2 arasında ədəd 1/9-da 5, 1/9-da 6, 1/9-da 7, 1/9-da 8-i götürə bilərik. Sonra 3 ilə 3/10-da 5 arası, 3/10-da 1, 3/10-da 2, 3/10-da 3, 3/10-da 4. 4 dənə nümunə göstərdik. Bu kimi nümunələri göstərə bilərik. Növbəti 7-ci tapşırıq. Hansı kəsr 1-ə daha yaxındır? Bir neçəsini ədəd oxunda təsvir edin. 5-də 1 ilə 5-də 4. Təbii ki, 5-də 4 1-ə daha yaxındır. 4-də 3 ilə 4-də 1. 4-də 3 daha yaxındır. 7-də 2 ilə 7-də 3. 7-də 3 daha yaxındır. 8-də 5 ilə 4-də 3. 4-də 3-ün sürət və məxrəcini 2-yə vuraq. 8-də 6. 8-də 5 ilə 8-də 6-dan 8-də 6 daha yaxındır. 10-da 7, 5-də 4. 5-də 4-ün sürət və məxrəcini 2-yə vuraram. 10-da 8. 10-da 8 daha yaxındır. 4-də 1 ilə 5-də 1-i müqayisə elədik. Sürətləri eyni olanda məxrəci kiçik olan böyük olduğuna görə 4-də 1 daha yaxındır. 6-da 2 ilə 5-də 2 məxrəci yerə dedim, sürəti bərabər məxrəci kiçik olanda, sürəti bərabərsə məxrəci kiçik olan kəsr böyükdür. 5-də 2 daha yaxındır 1-ə. 8-ciyə baxırıq. Səbinə şirin kətənin 6-dakı hissəsini, Lalə isə bundan 6-da 1 hissə çox yedi. Lalə bundan 6-da 1 hissə çox yedi. 6-da 2 üstə 6-da 1 gəlirəm. 6-da 3. Lalə deməli 6-da 3 hissə yeyib. Kətənin hansı hissəsi yeyilməmiş qaldı? Kətə ümumi 1 hissə idi. 1 tam hissə. 1-dən çıxıram. 6-da 2 ilə 6-da 3-ün cəmi necə eləyir? 6-da 5. 1-dən çıxıram 6-da 5. O da qaldı 6-da 1. Kətənin hansı hissəsi yeyilməmiş qaldı? 6-da 1 hissəsi. 9-cu tapşırığa baxırıq. Mağaza, kitabxana və ev bir düz xətt üzərində yerləşir. Ev ilə kitabxana arasında məsafə 10-da 7 kilometr. Ev ilə mağaza arasında məsafə 10-da 2 kilometrdir. Mağaza və kitabxananın yerinə uyğun hərfləri müəyyən edin.
mağaza və kitabxana arasındakı məsafə neçə kilometrdir? Deməli, ev ilə kitabxana arasında 10/7, ev ilə mağaza arasında 10/2, A nöqtəsində mağazadır, A nöqtəsində mağazadır, kitabxana B nöqtəsindədir. Mağaza ilə kitabxana arasında məsafə isə 10/7-dən 10/2 çıxıram, 10/5 kilometr. Mağaza ilə kitabxana arasında məsafə 10/5 kilometr. Bu qədər uşaqlar. İnşallah gələn dərsdə görüşərik. Sağ olun.